İlk bəzədiyim model mənə gəldi gəlinliyinə yazıldı. Yəni mənim ilk Xəyalə Quliyeva eləyən o gəlinim oldu. Mənim öz dəst xəttim var. Çox illər öncə mən gəlinlik bəzəməyə təzə başlayanda çox tünd, yəqin ki, yadınızdadır və kölgəli ərəb makyajları çox dəbdə idi. Mənim tərzim sadə idi. Bir gün mənə bir gəlin gəldi. İnanırsınız Türkan xanım, mənim ilk model kimi bəzədiyim xanım, hansı ki mən çox həyəcan keçirdə. İlk bəzədiyim model mənə gəldi gəlinliyinə yazıldı. İlk başladığım gündən necə bütün gəlinləri bəzəmək mənim üçün çox böyük bir məsuliyyətsə, indi də elədi. O zamanlar bir gəlin gəldi mənə, çox sadə, dedi ki, mən çox sadə bir make-up istəyirəm, siz onu mənə edə bilərsinizmi? Mən dedim ki, sevə-sevə. Mən o xanıma çox həfif, necə indi. O zamanlar o makyajlar yox idi. Mən ona o tip makyaj elədim. O mənə icazə verdi çəkib paylaşmağa. Mən o şəkillə, o dönüş... Kim idi o xanım? O xanım səhv etmirəmsə, stüardiyasda işləyirdi. Gözəl də bir xanım idi. Çox belə alagöz bir gözəl üzü var idi. İlk mənə gözəl dönüş edən o xanım olub. Make-upda. İnanın ki, mən onda onu çəkdim. O zamanlar Facebook var idi, kataloq yığırdıq. Yəni mənim ilk Xəyalə Quliyeva eləyən o gəlinim oldu. Ondan sonra mənə yazılan gəlinlərin hamısı günü bugünə qədər çox az make-up istəyirlər. Olur ki, hərdən bir də görürsünüz gəlinin ya qaynanası kim deyir ki, qızım çox az eləmirsən, biraz artır deməyinə baxmayın, amma gəlin sadə seçir. Özünü sadədə xoşbəxt görür. İstəyən olursa mən çox ərəb makyajı dedim, tünd makyaj da edirəm. Kim nə istəyir edirəm. O demək deyil ki, mən ancaq sadə makyaj edirəm. Yox, mən bütün makyaj növlərini edirəm.